Salam, hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərin biz Göyçayın Çərəkə kəndindəyik. Çərəkə kəndindən iki vətəndaş bizə müraciət etmişdir. Yəni, elektrik sayğacının, yəni işıq sayğacının təhlükəli bir yerə qoyulması ilə əlaqədar indi mən onu çəkib sizə təqdim edəcəm. İlk öncə müraciət edən vətəndaşları mən sizə təqdim edirəm. Yaxınlaşın, özü təqdim edin. Mən Şirinov Elşən Adiloğlu, Göyçayın Çərəkə kənd sakiniyəm. Hal-hazırda gördüyünüz kimi bizim işıq sayğacımızdır, körpə uşaqlı evdir, 3 dənə körpə uşaqlı evdir, su başındadır, şalmanımız yaramır, tok sistemimiz yaramır, təhlükə saçır, uşaqları yola çıxartmaq qorxuruq. Yəni, xahiş edirik, Cavid müəllimə bir xahiş edirik ki, gəlsin, bir çəkiliş eləsin, görsəsin ki, yəni biz nə vəziyyətliyik də bu işıq sistemində bizdə yoxdur. Deməli, bu elektrik sayğacı nə vaxtı quraşdırıldığı? Arzu 6-7 il var aşağı. Sizin də var da burada, özü təqdim edin. Mən Babayev Ramil Rafiqoğlu, Çərəkə kəndinin sakini. Gördüyünüz kimi, yəni, sarğac deyə belə püskündədir. Yəni, göz qabağında da baxırsınızda, görürsünüz, yağın ki, Cavid müəllimə, yəni, müraciət elədik, dedik, gəlin, baxın, siz də, yəni, iştirak eləyin. Bu xəttə, yəni, mənə gedib. Siz bu barədə müraciət eləmişsiniz Azərishiqa? Yox, neçə dəfə eləmişəm, deyiblər, gəlib, bulumu da qırılmışdır, gəlib, bu vəziyyətdə, yəni, görüblər. Demişəm ki, gəlin, bununla bir tədbir görün. Görülməyib. Hörmətli adi qurum Azərishıq. Bəli, gördüyünüz kimi vətəndaşlar haqlı olaraq, yəni, müraciət edirlər. Biz də ictimai nəzarətçi olaraq, könüllü ictimai nəzarətçi olaraq Cənab Prezidentimizin çağırışına qoşularaq yerlərdə ictimai nəzarətə keçiririk. Belə negativ hallar olduqda biz onu çəkib adi orqanlara əlaqələndirik. Düşünürəm ki, Azərishıq bu barədə ciddi tədbir görəcək, vətəndaşların müraciəti qəbul olacaq. Biz də ümid edirik ki, inşallah tez bir zamanda, yəni, bu məsələ öz həllini tapar ki, bu təhlükədən insanların canını qurtarar. Yəni, bugün gördüyünüz kimi Cənab Prezidentimiz Ali Başkanımız İlham Əliyev bütün göstərişlərini vermişdir yerlərdə. Bugün Azərbaycan enerji daşıyıcı bir dövlətdir və bugün Azərbaycanın iqtisadi hər günlə inkişaf edir və amma belə yerlərdə, bölgələrdə bu problemlər yaşanır. Ona görə də biz xahiş edirik ki, adi qurumlardan bu işdən ciddi məşğul olsunlar. Biz bu məsələni nəzərdə saxlayacağıq və inşallah ki, burada işlər görüldükdə, vətəndaşların müraciəti təmin olduqda biz də gəlib çəkib, onu ictimailəşdirib öz çıxışımızı adi qurumlara bildirəcəyik. Diqqət üçün minnətdarıq.